Salam, axşamı xeyir Ayşən, nətərsən? Keçək sənin dərsinə. Demək, sənlə biz ölçü vahidlərini keçirik bugün. Ölçü vahidləri nədir? Ən kiçik ölçü vahidimiz. Ən kiçik ölçü vahidimiz, qısaca yazacağım biləsən. Bitdir. Bit özü binari digit deməkdir. Yəni ikilik kod şəklində 0 və 1-lərdən təşkil olunubdur. Ümumiyyətlə 0 və 1 deyəndə kompüterlər bunu rəqəm olaraq qəbul eləmir. Kompüter bunu 0 və 1, yəni elektrik ya var, ya da yox kimi qəbul edir. Yəni elektrikdən asılı olaraq 0 və 1-dən istifadə edirik. Əsas ölçü vahidimiz, yəni əsas ölçü vahidi baytdır. Bayt 8 dənə bitdən ibarətdir. 8 bitdən ibarətdir. Yəni 8 dənə 1, 0, belə deyək də 2, 4, 6, 7, 8. Yəni 8 dənə bitdən ibarətdir. Biz buna bax bayt deyirik. Sonra ölçü vahidlərinin qatarı var. Yəni sən ölçü vahidlərini mən qatarını yazacağam. Əsas onlandır. Onunla öyrənə bilsən o qatar şəklində. Yəni hətta o qatarı çək özündə saxla da belə deyim. Yəni sən rahat olacaq. Məsəl üçün gəlirik birinci bit. Aha. Sonra gəlir bayt. Sonra gəlir kilobayt. Megabayt, gigabayt, terabayta qədər yazıram. Terabayt. Bir dənə bitdən bayta 2 üstü 3'dür. Çünki bir baytımız nədir? 8 bitdir. Qalan qatarlar arasında, daha doğrusu qatarda bu deyək də, belə deyək də, obyektlər arasında və yaxud da ki, düşün ki, hər hansısa bir rayonda da, məsəl üçün Bərdəy, Yevlax, Mingəçevir, düşün ki, bu rayonlar arasında məsafə 200 tondur. Hər birinin arasında 200 tondur. Ümumiyyətlə, böyük ölçü vahidindən, böyük ölçü vahidindən kiçiyə keçəndə, kiçik ölçü vahidinə keçəndə qısa-qısa yazıram, özün başa düşürsən də sözünə deyim. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə vurulur. Yəni belə deyək də, Lorada da yadında saxla ki, evin böyük uşağı, balaca uşağı vurur. Böyük, böyükdən doğru, yəni kiçiyə gedəndə. Məsəl üçün, vurulur nə deməkdir? Mən deyirəm ki, 2 megabayt neçə bittir? Yəni x bit. Aha, bax, meqanı görürsən. Meqanı götür. Bax, meqadan bu tərəfi götürük bitə qədər. 200 ton, 200 ton, 200 üç. Nə elədi? 2 üstü 23. Mega 2 üstü 23'dür. Qarşısında bir dənə 2 var. Yəni üzərində heç nə olmadığına görə 1 demək. Bu elə 2 üstü 24. Yəni böyükdən kiçiyə gedəndə qüvvətlər vurulur. Belə deyək. Görsən, özü qatar deyəndə mega deyirsən sən, meqanın özünə baxma. Meqanın özündən bu tərəfə bax. Bax, bax, elə. Sola doğru. Amma kiçik ölçü vahidindən böyüyə gedəndə bir daha çevireyim. Hə. Kiçik ölçü vahidinə böyüyə gedəndə vururuq. Daha doğrusu bölürük. Sileyim. Ha, kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçəndə e, buradan yazsam yadında da qalsın. Kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçəndə bölürük. Məsəl üçün deyirəm ki, 2 üstü 40 bit. Görsən ən kiçik ölçü vahidi götürürəm. X megabayt. Baxıram ki, X megabayt. Megadan bu tərəfə neçədir? 200 ton, 200 ton, 203. Eləyimi 223. 240'ı bölürəm 223'ə. Bu da eləyir 40'dan 23 çıxanda nə qalır? 217 megabayt. İndi bunu misalların üzərində gəl tərtib edək. Qatara dəyməyək. Çünki qatar bizim köməyimizə çox çatacaq. Yəni ən asan yolu bu qatardır. Düz bunu test işləyib əzbərləmək lazımdır. Əzbərləmək deyəndə yəni daha doğrusu başa düşmək lazımdır. Amma qatarla rahatdır. İndi keçək sənin testlərinə. Baxaq, birinci 5 bayt. Neçə bitdi? Bax. Ay, heç bu deyil. 5 bayt. Ümumiyyətlə bizim 1 baytımız neçə bit idi? 1 baytımız 8 bit idi. Çüş götürüm sualları.
Bir baytımız 8 bitdi. Bir baytımız 8 bit olduğuna göre bu birinci sual asandır. 5'i vururuq 8'e bərabərdir 40 bit. Yəni bu çox rahatdır. Sonra ikinci suala baxaq. Terabaytın 16'da bir hissəsi neçə baytdır? Bayt deyir. İndi bax biz bu qatara baxaq. Bir qatarda terabayt. Görsən terabaytı. Terabaytı bayta çevirəcəyik. Bayta qədər gəlməyik. Ya bu belə deyim, baytdan bu tərəfə görsən bitdi. Bitə baxmırıq. Teradan bayta qədər 200 ton, 200 ton, 200 ton, 200 ton. Elə demək 240. İndi keçək bura. Deyir ki, terabaytın, yəni 240-ın neçə hissəsi? 16'da 1. 16'nın da 2 üstü 4 yazıram. Bunu da 1'e yazıram. İxtisar gedəndə qalır mı 236? 236 bayt. İkincinin cavabı bu. 2 üstü 36. Sonra 20 megabayt informasiya neçə baytdır? 20 megabayt. X bayt. Aha, baxaq görək. Megadan bayta 2 üstü neçə idi? Bax, meganı görürsən, megadan bu tərəfə baxıram. Sola doğru. 200 ton, 200 ton. Bit demirəm ha, bayta qədər. Yəni 2 üstü 20. İndi 20 megabayt deyilsə, 20'ni də 5 vuraq 4 kimi yaza bilərik. 5 vur 4, yəni 2'nin qüvvəti yazıram. Vuraq 2 üstü 20. Bu deyir 5 vuraq 2 üstü 22 bayt. Cavab var. 5 vuraq 3 üstü 22. Niyə yoxdur? Məsəl üçün bunu 10 vuraq 221 kimi yaza bilərlər. Əslində 5 vuraq 222 olmalıdır. Çünki 2'nin qüvvətlərinə gətirməlidir. Cavab niyə bu şəkildə verilib bilmirəm. Amma bax cavab bu şəkildə olmalıdır. Çünki biz informatikada 2'nin qüvvətlərinə gətiririk. 10 şəklində yazmamalıyıq. 5 vuraq 222. Hə, bunu 10 vuraq 221 yaza bilərsən. 2'nin birini buradan götürüb bu şəkildə yaza bilərsən E variantında kimi. Amma daha doğru cavab bax budur. 5 vuraq 222 şəklində. Keçək o biri suallara. 4-cü, 5-ci, 6-cı, 4-cü, 5-ci suala baxaq. Deyir ki, 25 megabaytlıq faylı 2 gigabaytlıq həcmli flash kartdan neçə dəfə yazmaq olar? İndi 25 megabayt isə 2 gigabaytı 2 gigabayt ölçü vahidləri eyninə gətirməliyik. Çevirməliyik megabayta. Böyle 2 GB megabayta çevirmek için yazıram 2 vuraq 2 üstü 10. Yəni 2 üstü 11 megabayt. Bunu qatarda da baxmaq olar. Niyə 2 üstü 10 kimi yazdım? Bax, gigadan megaya. Görürsən, gigadan megaya. Cəmi bir dənə yerli aslanlıqla var. Fikirləş ki, Bərdədən Yevlağa 2 üstü 10. 10 kilometrdir. Yəni bir aslanlıqla var. Ona görə 2 üstü 10'a vurdum. O da dedi 211 megabayt. Ha, 211 megabayt. Yəni 2048 megabayt. Böləndə 25'ə bu hardasa eləyir 81. 81. Yəni təxmini böldüm amma belə hardasa 81 eləyir. 32 gigabaytın neçə kilobayt? 32'ni yazıram 2 üstü 5. Çünki biz həmişə 2'nin qüvvətlərindən istifadə edirik. Gigabayt bərabərdir neçə kilobaytdır? X kilobayt. Baxaq indi qatara. Hər dəfə qatarı sənə göstərirəm. Gigadan görsən, bir dənə burada xətti sileyim. Gözlükdən xətti sileyim. Aha. Gigadan, bax gigabaytı görsən, megabayta, yox kilobayta. Elə bir bax buranı fikirləş ki, Bərdədir. Bərdə. Deyirəm ki, Ağcabədiyə qədər arada neçə kilometr yol var? 200 ton, 200 ton. Nə edir? 220 elədir. Ha, demək ki, gigadan kilobayta qüvvət olaraq 220'dir. 2 üstü 5 vuraq 2 üstü 20. Bu deyir 2 üstü 25 kilobayt. Yenə cavabı nə şəkildə verib bilmirəm. 25. Burada cavab yoxdur ki. Başım, bu nə testlərdir belə? Cavab bax budur. Testə bənd olma, mən sənə deyirəm. Bax, cavab budur.
Bu şəkildə heç bir cavab, yəni məntiqsiz, uyğunsuz ola da bilməz. Cavab 25 kilobaytdır. Keçək növbəti suallara. Yəni, yeni səhifə açım. 6-cı suala. 6-cı sual da asandır. İnformasiyanın əsas ölçü vahidi baytdır. Yadında saxla. İnformasiyanın əsas ölçü vahidi baytdır. Bax suala. Demək nədir 7-ci sualda? 4 megabayt saat 9 kilobayt. Riyaziyyatda da bilirsən, ölçü vahidləri eyni olmalıdır. Yəni, məsələn, bir tərəfdə kilometr, bir tərəfdə metr ola bilməz. Burada da bir tərəfdə mega, bir tərəfdə kilo ola bilməz. 4 megabaytı keçirik kilobayta. Megadan kiloya 200 tondur. 4 vuraq 200 ton, çıx 9 kilobayt. Bu da bərabərdir. 4-ü 200 tona vuranda. Yəni 4-ü 1024-ə vuranda 4096 edir. Çıxıram 9. Bu da edir 4087 kilobayt. Bax, yenə deyirəm. Ölçü vahidləri eyni olmalıdır. Məsəl üçün, kilometrdən metr çıxmaq kimi olmamalı da, belə deyək. Məncə, riyaziyyatda da yoxdur elə bir şey. Bir tərəf megabayt, bir tərəf kilobayt ola bilməz. Meqanı da çeviririk kiloya. Çünki 9 kilobaytı megabayta çevirə bilməyik. Bu tam hissə ilə bir şey alınır, düzgün alınmaz. Amma çoxu aza çevirmək rahatdır. 4 vuraq 1024, yəni meqadan kiloya 200 tondur. Elə bir astanovka var. Düşün ki, bir astanovka var. Çünki bax, kilobayt, megabayt. Ardıcıllıq yadında qalsa, qatar da yadında qalacaq. Bir dənə bitdən bayta keçəndə küs düşdü. Qalanların hər birinin arasında 200 ton astanovka var. Düşün ki, hərəsinin arasında 1024 kilometr astanovka var. Sonra 8-ci sualda nə deyir? 27 kilobayt həcmi olan diskdə 5 kilobayt məlumat neçə dəfə yazmaq olar? 27-ni normal olaraq bölürsən 5-ə. Yəni burada qalır 5 cavabda. Belə 5. 5 dəfə yazmaq olur. Bu rahatdır. Keçək növbəti suallara. Mətn yaddaşda 120 bayt yer tutur. Mətn neçə simvoldan ibarətdir? Hə, siz burada qarışıq keçmişsiniz, indi bunu da sana izah edəcəm. Çünki mətn kodlaşdırılmasıdır bu. Gətiriblər, ölçü vahidlərinin içərisinə salıblar. Bax, deyir ki, mətn kodlaşdırmasında mətn yaddaşda 120 bayt yer tutur. Mətn neçə simvoldan ibarətdir? Ümumiyyətlə, mətn kodlaşdırmasında iki cür standart var. ASCII və Unicode. Unicode. Yadına saxla, ASCII standartında bir simvol 1 baytdır. Amma Unicode'da bir simvol 2 baytdır. Bu nə deməkdir? Məsəl üçün, Ayşən. Ayşən adı ASCII standartında yığılsa 1, 2, 3, 4, 5. ASCII standartında bu 5 bayt edir. Amma Unicode standartında yığılsa 10 bayt edir. Və bir şey yadında saxla. Əgər sualda bu mötərizədə Unicode yazılmayıbsa, düşün ki, həmişə ASCII-dədir. 128 baytdırsa, yəni bir simvolumuz da 1 bayt olduğuna görə elə bu 120 dənə simvol edir. Yəni 120 simvolu 120 bayt edir. Ona görə də simvolu tapsaq elə burada 120-dir. Növbəti suala baxaq. 217 megabit neçə kilobitdir? Qəşəng sualdır bu. 217 megabit neçə kilobitdir? Bax, biraz da qarışıqdır. 217 megabit bərabərdir x kilobit. Belə olanda baxıram. Bax, bu yazılara fikir ver. Bitdi. Burada bitdi. Aha, bitlə işimiz yoxdur. Yəni, çevirmə olaraq bitdi. Bura megadır. Ha, bura kilodur. Dedim ki, megadan kiloya astanovka nə qədərdir? Bir dənə astanovka var. Düşün, bərdə yığılıq. 200 tondur bu. 217, bura 200 ton. Bu deyir 227 kilobit. Bu qədər rahat. Həmişə astanovkaları düşünsən, sənə çevirmələr çox rahat gələr. Keçək növbəti suala. 3 dənə götürək.
Ha. Deyir ki 64 terabayt bərabərdir x kilobayt. 64-ü yazıram 206. Qüvvət şəklində yazıram ki, mənə rahat olsun. İstəyirsən burada 206 şəklində verirlər, bilmirəm. Teradan baxıram kilobayta. Görüm neçə astanovkadır. Bax, teranı görürsən, teradan kilobayta. 1, 2, 3 astanovkadır. Elə bir Bərdədən düz getmişik Beyləqana. Məsələn, arada tutaq ki, deyirəm Ağdam, Ağcabədi, məsəl üçün. Bərdədən getmişik bura. Yox, bu da 210, 210, 210, 230 elədi, elədi. Burada da 206 vururam, 230. Bax, böyük ölçü vahidi kiçik ölçü vahidinə keçdik deyə böyük balacanı dövr düşünəmişəm. Vurduq. Bu da 236 kilobayt. Hə, 5 kilobayt 80 bayt. Bax, bunu görsən 5 kilobayt 80 bayt. Bunu 5 vur 1024 bayta gətirməliyik. Yəni 200 ton. Üstəcə 80 kimi yazmalıyıq. Bax, bunu asılışın. Sırf bunun asılışı. Bu deyir 5120 üstəcə 80. Bu deyir 5200. Aha. 5200-ün üstünə 300 gələndə 5500 deyir. 5500 bayt. 5500 bayt. Sıfırın birini artıq yazdım. Yenə deyirəm. Bax, bu şəkildə olanda 5 kilobayt 80 bayt olanda mütləq ki bayta çevirməliyik. Kilodan bayta keçirib 80-in üstünə gəlir. Sonra nə deyir? Terabaytın 128-də bir hissəsini gigabaytla. Bax, ardıcıllıq nə idi? Terabayt, megabayt, gigabayt. Gözlə bir dənə. Hı. Ardıcıllıq nə idi? Terabaytdan qabaq nə gəlir? Elə gigabayt gəlir. Ona görə bir astanovka düşün. Yəni terabaytdan 200 tondur. Terabaytdan gigabayta 200 tondur. Vururam 1 vurar 207. 128-i 207 şəklində göstərir. Bu deyir 203, yəni 8 gigabayt. Rahat. Keçək növbəti suallara. 14, 15. Aha, nə deyir? 300 ton bayt 210 bayt. Nəyə bərabər? Nə yazmayıb kilobayt mı, megabayt mı, gigabayt mı yazmayıb. 1 kilobaytı mən başlayıram kilodan. Bit lazım deyil. Çünki 200 tonu 200 çevrəndə 200 ton çevir. Bu bit ola bilməz. Bu 8192 bit ola bilər. Giga ola bilməz. Baxıram. 1 kilobaytım neçə baytdır? Baytdan kiloya nədir? Asanlıqla. 200 tondur. Özü kiçikdən böyüyə gedəndə böyük. Bu edir elə 1 kilobayt yox. Əslində 1 kilobayt edir. Çox da. Ha, 230 değil bu. Şöyle söyle. 230 byte. Ha, gigabayta çevirmək olar. Qatara bax. Gigadan görək bayta. Bax, gigabaytdan bayta 200 neçədir? Gigadan bu tərəfə 200 ton, 200 ton, 200 ton. Elədimi? 230. Elə 230-a bölüb 230-a bölsək, bu edir 1 gigabayt. Sonra 270 bit neçə gigabaytdır? 1 gigabaytın neçə bitdi? 213 bitdi. Bu nə sualdır? 213. 213-dürsə, 270 bit 213 nətər böl. Bu nə sualdır? Bu sual səhvdir. Bayta çevirə bilərsiniz, 8-ə bölə bilərsiniz. Heç kilobaytı da çevirə bilməzsiniz. Bu gigabayta çevirir və cavab da yoxdur. Səhvdir sual. Bu sual səhvdir. Sualda səhvlik var. Baxaq, bunları da görək. Burada da səhvlik var, yoxsa yox. On altı megabaytın necə kilobitdir? Aha, bax. 16. Bax, belə qarışıqlardan daha çox işləmək lazımdır. Megabaytın neçə kilo bitdi? Belə yazıb özdə diqqətlə bax. Bura bitdi, baytdır.
Aha, demək bitə çevirəcəyik. Bura meqadır, bura kilodur. Meqadan kiloya neçə astanovkadır? 200 ton. Bitdən bayta nə idi? 2 üstü 3. 16 nədir? 2 üstü 4. Cəm nə elədir? 217 kilobayt. Və ardıcıllıqla. Bax tutaq deyir 16 bir də yazıram. Megabayt. Çeviririk kilo bitə. Birinci neylik? Megaya baxırıq, kiloya baxırıq. Bir astanovka var 200 ton. Bayta baxıram, bitə baxıram. Bu da deyir 2 üstü 3. Bir-birinə də vuranda bu da 2 üstü 4. Elədim 217 kilobit. Все, bu qədər. Sonra ikinci sualda. Bu bayaq elədiyimizdəndir. Görməsansı işləməyib. Demək, 3 GB 28 megabayt. Ha, 3'ü vurarsan 24'e. Bak burada. 3'ü vurarsan yəni 210'a. Üstə gələrsən 28'e. Sonra da yox, hətta burada 3'ü vurarsan 220'ye. Üstə gələrsən. Bizdə megabayt nəsil. Bax, 3 vuraq 210 megabayta çeviririk. Üstə gələk 28 megabayt. Bunu belə ayrıca yazırsan. Üstə də gəlirsən. 4096 kilobayt da megabayt çevirsən. 4096 212 deməkdir. Kilodan da megayı keçmək üçün 200 tona bölürsən. Üstə gəlirsən yəni 4 megabaytı. 32 megabit 32 megabit bərabərdir neçə kilobayt? Bax yenə deyir 32 2 üstü 5 kimi yazıram. Aha, megadan kiloya baxıram. Megadan kiloya aslında 200 tondur. Bitdən bayta keçəndə nəyə bölürük? Üzə kiçikdən böyüyə gedir. Ona görə də nəyə bölürük? 203-ə. Bu da eləyir 215, 212. 212 kilobayt. Bax, megadan kiloya çoxdan aza vurduq. Düzdür. Bitdən bayta amma bölməliyik. Kiçik ölçü baytdan böyük ölçü baytdan getdik. Sonra bax 19-cu sualda da. 19-cu sualda nə deyir? 235 235 bit bərabərdir. Neçə megabaytdır? 1 megabaytımız 223 bitdir. Bölürəm 223'e. Bu da qalır 212 megabayt. Niye 1 megabaytımız dedim 223'tü? Bax, ardıcılıq qatarda var. Megadan bitə gedəndə nədir? 210, 210, 203. Bu da elədim cəmi 223. Yəni bu qədər rahat.